Keçmişdə Rusiyada qışlar və soyuq yox idi. Kaluqa bölgəsində Rəbbin şəklə dönməsi kilsəsi. Kilsə donmayan isti iqlim üçün inşa edilmişdi. Bu kilsənin tikintisi zamanı istilik sistemi quraşdırılmamışdı. Orada soba, istilik cihazı, tüstü borusu yoxdur. Heç bir yer yoxdur. Və onların izləri də yoxdur. Amma Rusiyada istilik olmadan çox soyuqdur. İctimai yerlər istiliklə təmin edilməlidir. Buna görə də soba daha sonra hazırlandı. O burada, girişin yanında yerləşdirildi. Hava istilik pərdəsi yaratmaq üçün, divarda sobanın quraşdırılması üçün çuxurlar açdılar. Kərpiçlərin düzəldildiyi aydındır. Bu tikintidən olan daş işləri deyil. Divarda çoxlu gips qalıb. Gips işləyən sobanın içində olmamalıdır. O yanacaq. Divarda tüstü çıxarmaq üçün bir kanal açıldı. Deldirilmiş kanal içərdən möhürlənərək bir boru yaradıldı. Kaminə daha yaxından baxaq. Aydın görünür ki, borunun içindəki kərpiclər qırılmış və parçalanmışdı. Kimsə çox kobud şəkildə kərpicləri divardan çıxarıb, komin yaratmaq üçün. Kilsənin divarındakı kərpiclərin arasındakı sement ağdır. Bura parlaqdır. Borunun sonradan inşa edilmiş divarındakı kərpiclər fərqli bir sementlə birləşdirilib. Onun qəhvəyi rəngi var. Bu kiçik boru divarı sonradan tikilib. Niyə Rus memarı kilsə tikərkən istilik üçün soba etmədi? O soyuq Rus qışlarını unutdu mu? Gəlin bu kilsənin başqa bir elementinə baxaq. Məbəd ərazisindəki yan qapılar. Qapılar dəmirdəndir. Metal istiliyi yaxşı saxlaya bilmir. Bina metal qapılar vasitəsilə çoxlu istilik itirir. Burada ikinci əlavə qapının quraşdırılmasının izlərini görürük. Məbəd tikildikdən sonra daxili divarlar gipslə örtüldü və boyandı. Lakin daha sonra qapı çərçivəsi üçün küncü düzəltmək məqsədi ilə gips və boya üzərinə tikinti qarışığı tətbiq olundu və sonra üzərinə boz boya çəkildi. Gəlin buna başqa bir tərəfdən baxaq. Burada da eynidir. Bir qat gips, bir qat boya, üstündə isə bucağı düzəltmək üçün tikinti sementi tətbiq olunur. Əlavə bir qapı çərçivəsi quraşdırmaq üçün və sonra onun üstü boz boya ilə boyanır. Bina, harzın rənginə bax. Kilsənin divarında, kərpiçlərin arasında ağ sement. Sarımsı brown rəngli sementlə əlavə qapılar quraşdırılıb. Bu, daha sonra deşilmiş olan baca kanalını möhürləmək üçün istifadə olunan həllin rənginə bənzəyir. Ehtimal ki, baca və əlavə qapılar eyni zamanda hazırlanmışdı. Məbəd daxildən gipslənib və boyanandan sonra, yəni tam istifadə üçün hazırdır. Kilsə binasının xarici hissəsi Rus donuna qarşı təməl qorumasından məhrumdur. Rütubət torpaqdan kərpiclərin içindəki kapilyarlar vasitəsilə yüksəlir. Soyuqda su donur və kərpicləri qırır. Künclərdə böyük parçalar düşüb. Bu Rus donunun səbəbidir. Binanın bütün alt hissəsi çökür. Burada da eynidir. Kərpiclər dağılaraq divardan düşdü. Beləliklə Rus donu təməli qışdan qorunmayan binaları məhv edir. Və bu kilsədə qoruma yoxdur. Çünki bu kilsə donmayan isti iqlim üçün nəzərdə tutulub. İşarə 1791-ci ildə kilsənin inşa edildiyini bildirir. 18-ci əsrin sonunda. Əgər tarix doğrudursa, onda 200 il əvvəl Rusiyada qışlar və donlar yox idi. Bu rəsmi tarixinin danışmaq istəmədiyi bir şeydir. Kanalımda insanlığın gerçək keçmişi haqqında çox şey öyrənəcəksiniz. Tarixçilər bizdən həqiqəti gizlətdilər. Bunu özüm başa düşməli oldum. İnanmadığınız şeylər tapdım.